Mən 18 nömrəli məktəbin 2-ci sinif şagirdi Nuray Aşırovayam. Mən bugün Cavid Manafovun anasından müsahibə almağa gəlmişəm. O 2. Qarabağ müharibəsində şəhid olmuşdur. Salam, özünüzü təqdim edin, zəhmət olmasa. Ben İbrahimova Nartavan, Şükür kızı, şəhid Cavid Manafovun anası. Bizə oğlunuz haqqında danışa bilərsinizmi? Bəli, danışa bilərəm. Cavid Heydər Əliyev adına liseydə oxuyub. 11 il Heydər Əliyev adına liseydə oxuyub. Bakı Dövlət Universitetinə yüksək balla daxil olub və oxuduğu müddətdə də hər zaman fərqlənib. Tələbələr arasında seçilib. İstər savad baxımından, istər əməl baxımından, hətta valideynə qarşı da həmçinin hörmətlə, qonşular arasında da hər zaman seçilib. Cavid 44 günlük vətən müharibəsində böyük bir şücaət göstərib, Füzuli istiqamətində. Cavid artilleriyada tuşlayıcı olub və onun verdiyi koordinatlar tam dəqiq olub. Hətta döyüş gedə-gedə dövlət başçımız Cavidin düzgün tuşlayıcı olduğuna görə onun komandirinə də rütbə verib və Cavid baxmayaraq ki 2 ay yarımın əskəri olub, onun böyük bir şücaəti olub. İstəyir Füzuli Hadrut əməliyyatında, istər Cəbrayılın azad olunmasında, Füzulinin azad olunmasında Cavidin böyük bir şücaəti olub və dövlət başçısı tərəfindən onu yüksək səviyyədə mükafatlandırılıb. Mən oğluma hər zaman, istər böyüyə, istər kiçiyə, hər zaman deyirdim ki, hörmət edin. Əgər bir övlad evdə ailəsinə böyük bir hörmət bəsləyirsə, demək ətrafındakilərə də, vətəninə də, xalqına da böyük bir sevgi bəsləyir. Sizin üçün şəhid anası olmaq necə hissdir? Şəhid anası olmaq əslində bir qürur hissidir ki, vətənə mən o cür oğul böyütmüşəm. Bir yandan üzüm gülür, bir yandan gözüm övladımı axtarır. Yəni bu mənim üçün ağır bir yükdür. Amma mən bugün övladımın adını yaşatmaq üçün qürurla bacardığım qədər ayaqüstə dayanmağa çalışıram. Vətənimi, xalqımı o qədər sevib ki, mən bugün də onun adını elə daşımalıyam ki, istərdim ki, övladım sizin kimi övladlar hər zaman yad eləsin. Əslində sizin bugün bizə gəlmək mənim üçün böyük fəxrdir. Mən fəxr edirəm övladımla. Bizə vaxt ayırdığınız üçün sizə çox təşəkkür edirəm və bilin ki, bütün Azərbaycan xalqı sizin oğlunuzla qürur duyur. Mən sizə təşəkkür edirəm ki, bugün mənim qapımı açırsınız, yad edirsiniz.